2. Qarabağ müharibəsi qısqa gün davam etdi. Noyabrın 8-də Şuşa vurğandan sonra düşmən təslim oldu. Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazılmışdır. Bu zəfər tariximizin gücünü bütün dünyaya göstərir. Vətən müharibəsində Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüş əməliyyatlarına başladılar. Bu əməliyyatın adı Dəmir Yumruq idi. Biz dəmir yumruq kimi birləşdik və böyük qələbə əldə etdik. Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Zıvaqlı və digər rayonlarımız öz həqiqi sahiblərinə qovuşdu. Bu qələbə sayəsində qazıqlı və köçkün ailələr öz yurtlarına qayıdır. Qarabağdan yerdə qurba işləri aparılır. Azərbaycan dünyada güclü və haqlı ölkə kimi tanınır. 2020-ci ildə baş vermiş Vətən müharibəsində Azərbaycan ordusu torpaqlarını işğaldan azad etmək üçün müsahibə apardı. Bu xalq savaşında çoxlu igid əsirlərimiz və zabitimiz qəhrəmancasına döyüşdülər. Onlardan bəziləri vətən uğruna öz canlarını fəda etdilər və şəhid oldular. Onlar biz yaşayaq deyə, torpaqlarımız işğaldan azad olsun deyə öz canlarını fəda etdilər. Bir onların xatirəsini həmişə ehtiramla yad edirik. Müəllimlərin dediyi kimi, insan öləni unudulanda ölür. Bir şəhidlərimiz yox. Unutmayacağıq. 8 noyabr 2020-ci il Azərbaycan tarixində Mədorə Qarabağ. Kötü qiyamətə qalmadı qisas, zəfər müjdəsinə özün qulaq. Orada yağmurda öc alır bugün, bayrağım Şuşada ucalır bugün. Dünyaya səs salan bir ordu çuburdu, xilasa səslədi Qarabağ yurdu. Zirvələr fəth edir misalı vurdu, xalqın vətətindən güc alır bugün. Bayrağım Şuşada ucalır bugün. Bəsdir, yeni tariximiz yazmaqda əsgər. Bu haqq savaşımız dillərdə əzbər. Dostlar zəfərinə əl çalır bugün. Bayrağım Şuşada ucalır bugün. 8 noyabrın nişanlı günü. Ali Başkomando verdi müjdəni. İti qovan kimi qovduq düşməni. Gözündə dalğalanlar hilalınla, bayrağınla ne güzel sana Azərbaycan. Övladına xoş cümlələr ananla, Nevruzunla ne güzel sana Azərbaycan. Neçə qəhrəmanın xana olan, şəhərində o şəfəqi dalı olan, hər daşında şəhidimin dalı olan. Torpağınla ne güzel sana Azərbaycan. Yeryüzündən nur çiləyən sərvətinlə, günü gündən zirvələnən şöhrətinlə, təmizlənmiş namusunla qeyrətinlə, torpağınla ne güzel sana Azərbaycan. Ay əl-oğlu, deç dağının qəddinlə, vətən adlı, torpaq adlı bir səs dinlə, sirəsini sifər edən igidinlə, yaratınla ne güzel sana Azərbaycan. Dəmir yumruq düşmənin, mənfur başını əzdi, düşmənlər Qarabağda dalğala bilməzdi. İndi azad Qarabağ, gün və gün abadlaşır, mənim qədim torpağı, sənə bu tor yaraşır. Bizə zəfər yaşatdı, igid oğullarımız, hər birini anırıq, minnətlər vətən anır. Yaşa vətən, çox yaşa, yaraşır zəfər sənə, alqış, min kərə alqış, zəfəri bəxş edəmiş. Qırım acilini qələbə qurur, gətirər hicranın nəsrətin sonu, o taylı 50 milyonun, görən qəlbindən qəzəb bayrağı. Bu səbil xalqımız bəsidir bəsi, susturar vətənə göz düşən kəsi, gəlsin Qarabağdan himnimin səsi, vətən rəhməsi ilə qəzəb bayrağı. Sən yenidən doğurdun, bugün sənin günündür, bugün bizim günümüz, bugün mənim günümdür. Hak atanın şanı, qanadları bayrağı, bugün bütün dünyada dalğalanır bayrağı.
O kəsdir ki, vətən deyə susmayı, can deyə çəkinməyi, torpaq üçün ölməyə həyat sayır. Hər şəhərin arxasında bir anda gözyaşı, bayram örtüsü, məzar daşında yazılmış ölməz adlar. Onlar da adi insanlar və sadəcə əsgərdir. Onlar uzanlığın, qeyrətin, vətən sevgisinin ən ali zirvəsidir. Qəhrəman qorxunun üstünə yeriyən, ölümün gözünə dik baxan, bir millətin ruhunu daşıyan insandır. O, sadəcə vətən torpağında deyil, həm də rəngli vətən sevgisi ilə də qalib gəlməlidir. Qəhrəman sadəcə silah tutmaq deyil, eyni zamanda haqqın yoluna durmaq, vətənin üçün canını verməyə hazır olmalıdır. Qəhrəmanlar heç vaxt ölmür, onlar daima yaşayır. Onlar hər zaman bizim ürəyimizdə, yaddaşımızda, qalbimizdə və bayrağımızın xeyri dağılsınlar. Vətən insanın doğulub büyüdüyü, sevdiyi, mənsub olduğu torpaq, orada onun ailəsi, dini, adət-ənənəsi, tarixi və xalqı var. Vətən sevgisi insan ürəyindəki ən böyük hisslərdən biridir. Bu sevgi insanı cəsarətli və fədakar. Bayraq sadəcə bir parça deyil, o tarixdir, bizim tariximizdir, qanla yazılmış qəhrəmanlıq dastanıdır. Bayraqdakı ölçülərdə xalqımızın keçmişi, bugünü və gələcəyi yaşayır. Hər dalğalandıqca, hər yerlərimizdə şəhidlərimizin ruhu dalğalanır. Bu bayraq canından keçən şəhidlərimizin son dəfəsindən bulunur. Hər vaxtımız sanki tükürpəyir, gözlər olur. Bu bayraq bir dəfə yüksəlib səni çox eləməməlidir. Çünki orada xalqımızın qeyrəti yatır. Alışlar. İvanyon yox, Xocalı. Xocalı bizimdir, Xocalı Azərbaycandır. Madacid yox, Suqovşan. Suqovşan bizimdir, Suqovşan Azərbaycandır. Karvaciyar yox, Kəlbəcər. Kəlbəcər bizimdir, Kəlbəcər Azərbaycandır. Şuşu yox, Şuşa. Şuşa bizimdir, Şuşa Azərbaycandır. Rozor yox, Laçın. Laçın bizimdir, Laçın Azərbaycandır. Martın yox, Xocavənd. Xocavənd bizimdir, Xocavənd Azərbaycandır. Stepanakert yox, Xankəndi. Xankəndi bizimdir, Xankəndi Azərbaycandır. Zəfərin mübarək vətən, dalğalanan al bayrağı, toya bıçaqla bürünsün, 34 üzüm oylağı. Biz Ali Baş Komandanın gücündən göz ilham aldı. Yarı düşməni önündə 44 nə zəfər saldı. Himnemizin sözlərində deyildiği kimi, qolundan keçən əskər hər bir qəhrəman oldu. Şəhidlərimiz də öz canlarından, yaşama hüquqlarından keçərək vətənimizin bütövlüyü uğrunda vuruşdular. Onların sırasında Xızı Geclərinin adları var. İstəyirəm bugün hər birini qısa da olsa yad edək. Həmin o igid qəhrəmanlardan biri də məhz məktəbimizin savadlı şagirdi, vətənə olan sevgisini yoldaşlarından seçilən, həyat eşqinə dolu olan Verdi Natik Əlimazoğludur. Gizli rütbəsində aşan Natik 1995-ci fevralın 5-də Xızı rayonunun Xələnç kəndi anadan oldu. Geniş bir yazılı təxribatın qarşısının alınmasında amaçları oldu. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş məqamlarında iştirak edərək igidlik əməllik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzirə borcuna şərəf edilərək şəhid olmuşlarını qurbanla vətən uğrunda məqalə tənis edilmişdir. Sıra gəldi vətən müharibəsinin ən gənc şəhidlərindən olan İsrail Ayıq Şakiroğlu'na. Uşaqlığından vətənpərvərlik hissi ilə böyüyən Ayıq hərbi xidmət zamanı xüsusi təyinatlı qüvvələrin sıralarına cəlb olunub və daha sonra kəşfiyyatçı kimi xidmətə davam edib.